məramın, niyyətin oturub orada bozbaş söhbət eləyib eləmək pul qazanmaqdır. Bu onu göstərir bizə. İndi sən mənə de, Ağa Rəşid qardaş, Ağa Rəşid müəllim, sənə qardaş demək olmaz, ona görə sən mənim qardaşım deyilsən. Sən Əli Əleyhisselamın vilayətinə xəyanət eləmişsən, sən Kərbalanı barmaqla dolamısan, sən o başına qoyduğun o qara əmamə var, onu daha bağlamaq qara əmaməni, o sənə haramdır, haramdır, sənin qanın artıq Seyid qanı deyil və sən mənə deyirəm, sənlə küfə əhli arasında nə fərq var? Əgər sənin elədiklərin İslamdırsa, belə İslam mənə şəxsən lazım deyil və mənim din qardaşlarıma lazım deyil. Bak ki, dümbələk, daha sənə mən